Zəhra Dadaşova, yəqin ki tanımadığınız, görmədiyiniz və haqqında heç vaxt eşitmədiyiniz bir xanım. Mən də onunla ilk dəfə görüşürdüm. Heç bilməzdim ki, bu qədər istiqanlı, cana yaxın, yadlaşmamış, yumor hissi güclü olan bir xanımla görüşəcəm. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı bu dəfə sizi Mərakeşdən salamlayır. Biz Mərakeşə ilk dəfə gəlmişik. Bizə dedilər ki, Mərakeşdə ildə 1-2 həftə belə soyuq, küləkli hava olur. O da bizim bəxtimizə düşür. Havanın soyuqluğu, yolların uzaqlığı, ayrılıqların ağırlığı və s. və ilaxır. Heç nə Azərbaycanlıların doğmalığından bir çınqıl belə qopara bilməz. Bu qənaətim bir daha təsdiqləndi. Mərakeş Azərbaycanlıların o qədər də çox yaşadığı, çox məskunlaşdığı ölkə deyil. Amma burada da bir çox ölkələrdəki kimi uğur qazanan, cəmiyyətə yaxşı inteqrasiya olunan, bu cəmiyyətin bir parçasına çevrilən Azərbaycanlılar var. Onlardan biri ilə sizi yaxından tanış edirəm. Mərakeşdə Azərbaycan icması ilə görüş keçirilirdi. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor tarixində ilk dəfə bu ölkəyə səfər etmişdi və yaxın, uzaq şəhərlərdən soydaşlarımız Rabata toplaşmışdı. Onlar da bu görüşdən çox məmnun idilər. Bayraqlarımız dalğalanır, milli geyimlər göz qamaşdırır, şeirlərimiz səslənirdi. Sözün əsl mənasında ağ şəhər olan Rabat, Mərakeşin paytaxtı, ölkənin 3-cü ən böyük şəhəridir. Mərakeş ilk səfərimizdəcə bizim üçün unudulmaz olsa da, bu ölkə ilə bağlı deyiləcək sözlər dilimizdə sıralansa da, Vətən Uzaqda Deyil proqramının əsas məramı xaricdə yaşayan Azərbaycanlıları tanımaq və tanıtdırmaqdır. Zəhra Dadaşova ilə də icmamızla görüş zamanı həmsöhbət olduq. Zəhra xanım, bizə çox xoş olduq ki, Afrikada yaşayan Azərbaycanlı ilə görüşdük. Sizi Vətən Uzaqda Deyil proqramında sevə-sevə salamlayırıq. İndi dünyanın harasına istəsən insanlar gedirlər və bu çox adi qarşılanır. Amma 30 il əvvəl Afrikaya köçmək, Mərakeşə gəlmək, bu qərarı necə verdiniz? Leningradda oxuyanda tələbə idim və mənim həyat yoldaşımı ora rast gəldim. O da Mərakeşdən idi. Ona görə ailə qurdum. Bir yerdə təhsil alırdınız? Bəli. Bir qrupda təhsil alırdınız? Bir qrupda oxumuşduq. Toyunuz harda oldu? Leningradda, orada tələbə idik. Sonra Mərakeşə gələndə bir balaca toy, bunların adətlər elədilər, ailəsi mən elədi, qəşəng balaca toy elədik. Heç evinizdə sizə etiraz oldu mu ki, getmə, Azərbaycandan getmə, uzaq ölkəyə getmə, ərəbə getmə? Anama dedim ki, Mərakeşi istəyirəm, sevirəm, getmək istəyirəm ona. Anam dedi, ərəblərlə çətin olar, onların 2-3 qadını arvadı olur. Qorxuram, dedim, yox, bizə oxşayır, bizimki kimi də çox tərbiyəli oğlandı. Qardaşım rəhmətli dedi, qorxmursan, gedib sənin nömrən 3-cü olar orada, demişdi mənə. Dedim, yox, mən cavanam, o cavandır. Onun vaxtı olmayıb, o birisi arvad eləsin özü üçün. Biraz etiraz vardı, doğru deyimsə. Olsa necə olardı Zəhra xanım? Qayıdardım. İşləməsəm də burada qayıdacaqdım Azərbaycana. Çünki qadın burada ərəb müsəlman ölkəsində işləməsən, mən burada qalmazdım. O cür ailədə yaşamazdınız? Xeyr. Mən niyə özümü, başımı yüksək saxlamışdım? Çünki mənim öz pulum var idi burada, başa düşürsünüz. Mənə bir söz deyən yox idi, çünki mən öz-özümə qazanırdım. Səsim də var idi bu ailədə. Yox, qazana da bilərdiniz, imkanlarınız da olardı, eviniz də olardı, amma ikinci və ya üçüncü qadın olma ehtimalı və yaxud sizdən sonra kiminsə ikinci, üçüncü qadın olma ehtimalı ola bilərdi. Çünki biz bu cür halları eşidirik. Demirəm ki, bu cəmiyyətlərə bu xasdır. Amma Azərbaycanlıların evləndiyi ərəblərlə də, başqa xaricilərlə də bağlı biz bu faktları eşidirik. Ona görə deyirəm, sizin həyatınızda olsa nə olardı? Şəxsən mənim üçün xeyir. Heç vaxt mən onu dözə bilməzdim, qayıdacaqdım. İnanmışdınız ona? İnanmışdım, bəli, inanmışdım. Belə də oldu? Belə də oldu. Yəni 30 ildə peşman olmadınız? Xeyr, peşman olmadım. Sonra mənə kömək elədi, öz aptekimi açdım. Hansı şəhərə gəldiniz? Meknes şəhərinə. İndiyə qədər də o şəhərdə yaşayırsınız? Bəli. İndi həyat yoldaşınız nə ilə məşğuldur? O da farmasevtdir. Onun özəl apteki var. Hərənin öz biznesi var. Bəli. Bilirəm ki, Azərbaycan qadınları əcnəbilərə çox getmirlər, bilirəm. Amma məndə belə düşdü, mən
Bakıdan uzaq idim. Tələbə idim, Rusiyada qalırdım. Orada biraz internasional qrupu var idi. Ona görə bəlkə də taleyim belə gəldi. Afrikaya köçmək sizi qorxutmurdu? Burada yaşamaq üçün, qadın üçün bəlkə də təkcə ərəb ölkəsi, mən ancaq burada yaşaya bilərəm. Burada yaşamaq çətin deyil, xanım. Heç Biz də onu hiss elədik. İlk dəfədir biz də Mərakeşə gəlirik. Çox istiqanlılıq hiss elədik, doğmalıq hiss elədik. Yüksək mədəniyyətlə insanı qarşılayırlar. Həqiqətən də o sizin dediyiniz məsələləri, doğmalığı, istiqanlılığı, cana yaxınlığı hiss eləyirsən bu cana insanlarda. yaxınlığı var. Sonra mənim Azərbaycan köklərim, müsəlman köklərim mənə çox kömək elədi uyğunlaşmaq üçün. Nəyə uyğunlaşa bilmirdiniz? Bu ailədə, məsələn, mənim yoldaşım deyərdi ki, anamın, atamın yanında çox danışma, çox gülmə, bizdə zarafat eləmək olmaz. Amma mənim ailəm həmişə zarafatda qalırdı, həmişə bir-birimizlə. O mənə biraz çətin gəldi. Ata-anası ilə bir yerdə yaşayırdınız? Xeyr, mən həmişə tək yaşadım, çünki mənə hörmət elədi. Niyə hörmət elədi? Dedi ki, sən əcnəbisən, o birisi ölkədən gəlirsən. Sənə çətin olacaq ailənin içində yaşamaq. Bir il gözlə, öz evimi götürüm kreditə, aptek açım, gələrsən. Azərbaycanda həmin bir ili gözlədiniz, sonra gəldiniz. Bəli. Şərtlər çox idi mənim üçün. Məsələn? O mənə çətin gəldi. Məsələn, gecə, axşamüstü 7-dən sonra bayırda qaranlıq olanda çıxmaq lazım deyil. Mən deyirəm yoldaşıma, gəl gedək veyinlənək. O deyir, necə veyinləmək? Bir şey alırsa, gedək. Bir şey almırsan, çıxmayaq. Amma Leningradda oxuyanda kinoya da gedirdi. Daha rahat idi. Rahat idi, bəli. Kim daha çox güzəştə getdi, onu bilmək istəyirəm. Sizin adətləriniz, sizin qaydalarınız, sizin tərziniz başqaydı. Yoldaşınızın tərzi başqaydı. Həyat tərzləri yəqin ki, fərqlidir, həyata baxış fərqlidir. Kim kimə daha çox güzəştə getdi? Bilirsiniz, mənim yoldaşım mənə bir şərt verdi. Dedi, səndə ailəmlə problem olsa, özün bilərsən, məni ora girişdirmə. İçəriyə salma. Özün bil, necə istəyirsən, özün elə. Problemlər olacaq, çünki sən o birisi cəmiyyətdən gəlmirsən, amma məni o içə salma, mənə heç nə danışma, özün bilərsən. Biz belə şərtlə yaşadıq, o da mənə kömək elədi. Mən hər dəfə eşidirdim ki, bizim kişilərimizi nöş götürürsünüz siz. Ərəb qadınlarda var belə söz. Onun 3 bacısı var, 3 qardaşı. Mərakeşlər o birisi ölkədə evlənəndə, buradan Mərakeşdən lazımdır rüzum ki, sənin o birisi qadının yoxdur. Qaynatam da mənə çox kömək elədi, mənə maşın sürməyə öyrətdi. 2 ildir mənə ilə gedirdi aptekuma, çünki Meknəsdən biraz uzaq idi, dağlardan keçirdik. Mənə çox kömək oldu. Azərbaycandan bir dəfəlik çıxdığınız gün ki var idi, bilirdiniz ki, artıq siz Afrikaya köçürsünüz, Mərakeşə köçürsünüz. Onda hansı hisslərlə gəldiniz? Deyim sizə ki, o hiss var idi ki, vətənimi arxada qalır, yox. O hiss məndə yox idi. Mən gələcəyə gedirdim. Cavan idim. Yoldaşımın yanına gedirdim, sevdiyim adamın yanına gedirdim. Bilirsiniz, mən o hissiyyatla çıxırdım. Sizi qorxudan nəsə var idi? Xeyr, Sovet dövründə böyüyən adam, onun qorxusu varmı? Xeyr. Mən bilirdim ki, uyğunlaşacağam. Sonra mən yaxşı ailədən çıxmışam. Mənim Mələk xanım Dadaşova çox məşhur pediatr idi. Sonra Ananız? Anam yox, anamın anası. Nənəniz? Nənəm. Yoldaşı da jurnalist idi. Sonra bir kitab gətirmişəm Azərbaycan. Yadımdan çıxdı, sizə gətirim. Mücidən çıxan Azərbaycanlıların, məşhur Azərbaycanlı o kitabda var. Deməli, orada mənim İsmail Dadaşov, anamın atası və Xalıq Abdulov, nənəmin qardaşı. Onların şəkilləri var, bioqrafiyası var orada. Və sonra da Azər Dadaşov, konservatoriyanın məşhur kompozitordur. O anamın qardaşıdır. Aha. Bəli. Anamın qardaşı, dayımdır. Mən yaxşı səviyyədə görmüşəm, incəsənət görmüşəm. Şəxsiyyətim də güclü idi, möhkəm idi. Uşaqlığımda mənim şəxsiyyətim möhkəm idi. Heç sizə qadağalar qoydularmı ki, işləmə,
biznes qurmaq? Xeyr. O yaxşı idi ki, həyat yoldaşım dedi ki, Zəhra işləməlisən. Sən də işləməlisən. Abdurrahmanın atası sadəcə şofer idi. Onlar çünki onların oğlu özəl aptek açır, sonra onun arvadı da aptek açır. Deməli, onların səviyyəsi, ekonomik səviyyəsi biraz yuxarıya çıxırdı. Təvəssüz onlar istərdilər ki, Abdurrahmanın da arvadı Azərbaycanlı olsa da bir biznes açsın bu Mərakeşdə. Mən təmiz ərəb dilində danışıram, Mərakeş ləhcəsində, dəricə deyirlər və fransız dilində. Fransız dilində oxudum, ikinci ali təhsil fransız dilində aldım, Marsel şəhərində. İkinci təhsili Fransada aldınız, amma Çin təbabəti ilə bağlı. Bəli. Bu nə işinizə yaradı? Sonra bundan necə istifadə Sonra ona edədiniz? kabinet açdım, indi işləyirəm orada, pasiyentlərim gəlir. Həm şəxsi aptekləriniz var, Bəli, 2 işim həm var. kabinetiniz var. 2 uğurlu biznesim var, qurmuşam. Oxumağa gedəndə yoldaşım deyir, Zəhra, sən neyinirsən? Aptekun var da, özünü öldürürsən, gedirsən, oxuyursan. Axı, Çin ənənəvi təbibətdir o. Onda təbibət eşidirik. Deməli, oxumalısan. O çətin idi. Oruc olurdum, oxuyurdum. Bunlar plaja gedirlər, mən otururam, oxuyuram, imtahanları keçirəm, bilirsiniz. Çətin idi, amma kabineti açanda qəşəng pasiyentin gəlirdi. Yaxşı işlədim. Yəni, indicə də yaxşı işləyirəm. Burada sizi istər məişət həyatında, istər adət-ənənələrdə nə narahat elədi? Nə narahat eləyiblərlə? Nəyə öyrəşə bilməmisiniz? Çox kodifikasiya var bunlarda. Bunların şəraitlər, qadın belə olmalıdır, kişi belə olmalıdır, qadın belə danışmalıdır. Tələblər çoxdur. Tələblər çoxdur. Kodlar çoxdur, belə şərait. Mən onu xoşlamıram, çünki biz biraz... Bu dindən gəlir. Bilirsiniz, bəlkə də, necə deyim, əsas dindən də bəlkə gəlmir. Bu, onların, necə deyim sizə, onların mentalitetidir. Bəli. Bunların mentaliteti. Nəyi dəyişdirmək istədiniz? Burada. Bəli. Öz ailə həyatınızda nəyə etiraz elədiniz, nəyi dəyişdirmək istədiniz? Mənə yoldaşım çox kömək elədi, çünki həmişə deyirdi ki, mən başımda Mərakeşli deyirəm, mən fransızam. Qızlarım harada istəyir oxusun, necə istəyir ali təhsil alsın, işləsin. Qadağan edmir ki, gecə bir yerə çıxsın Fransada qalanda, bir yerə geçsin. Soydaşımızın 3 qız övladı var. Onların həyata baxışları, təhsilləri, həm də adları barədə danışırıq. Böyük qızım Əməl, Mələk. İkinci qızım Əya, üçüncü qız Saradır. Bunlar həm də ərəb kökənli adlardır. Sara bizdə var. Sara bizdə var. Mən Mələk istəyirdim, nənəmin adına yadigar. Abdurrahman dedi, 2 ad verək, Əməl, Mələk. İndi Mərakeşdə hamısı ona Mələk çağırır. Əyədə var da, Ayxan bizdə var, Aygül var. İndi qızım Əyə oldu. İkisi Fransadadır. İkisi Fransada. Biri Mərakeşdədir. Biri işləyir, biri tələbə Fransada. Üçüncü qız da axırıncı ildə bizimlə sonra gedəcək oxumağa gəlir. O da Fransaya getmək istəyir. Niyə Fransanı seçirlər? Fransanın təhsili, ali təhsili Mərakeşdə yüksək səviyyədə sayılır. Məsələn, Moskvada Baumanski var, o səviyyədə. Grand École Fransada onu bitirsən, yaxşı iş tapırsan. Neçə uşağın olması, oğlan övladının dünyaya gəlməsi, belə tələblər yoxudur? O böyük qara nöqtədir, mən sizə deyim. Deməli, mənim 3 qızım var, eləmi? Bunların adəti ilə yoldaşıma Allah irəli olsun, bir şey olsa, həyatda qalmasa, o ev ki mən yaşayıram, bəlkə məndən götürə bilərlər. Mən həmişə o qorxu ilə yaşamışam. O məsələ məni həmişə incidirdi. Ona görə mən 2 ev aldım burada özüm üçün. Dedim özümə, heç olmasa qızlarıma qismət olar. Mən işləyirəm. Azərbaycan qadınının ağlı. Vallahi. Onu elədim. Bu, bəlkə də Mərakeşdə ən belə qara nöqtə mənim üçün oldu. Amma mən onu da... Məsələni həll elədiniz. Bəli. Etiraz eləmədilər. Niyə özün üçün də ev alırsan? Bilirsiniz, doğru deyim sizə,
Mənim Abdurrahmanın anası, qaynanam məndən də çox gedirdi, baxırdı o ev necə tikilir. Ona yaman maraq gəlirdi. Mən elə gəlir ki, onlar da xoşladılar. Amma bilirəm ki, qızlarım üçün eləmişdim onu. Bəlkə qızlarınız da o sərt qaydalara görə Fransanı seçiblər, daha azad bir cəmiyyəti seçiblər. Ola bilər. Tələblər qoymurdular sizə ki, belə geyinməlisiniz. Bilirsiniz, mən özüm çox açıq geyinmək istəmirdim. Çünki baxırlar axı burada. Sən çıxırsan, əllərin açıq, qolların açıq. Kişilər baxırdılar. Özümü belə çox da yaxşı hiss eləmirdim. Ona görə mən çox bağlı geyinmirəm. Yayda normal geyinirəm. Kasablankada, Rabatda sizə baxan yoxdur. Amma balaca şəhərdə, məsələn, mən bir kənddə işləyirəm. Aptekim kənddədir. Mümkün deyil ki, mən açıq gedim. Onlar başa düşməyəcəklər. Mən orada bir obrisi dress code kimi gedir. Bakının nə üçün darıxırsınız? Hər şey üçün. Ailəm var, xalalarım var. Ailəmi çox xoşlayıram. Gəlirlər mənə yanıma tez-tez gəlirlər. Bəli, tez-tez gəlirlər. Uşaqlarınız fransız dillidir, ərəb dillidir. Yoldaşınızla yəqin ki, həm fransız, həm ərəb dilində danışırsınız. Bəs Azərbaycan dilində kimlə danışırsınız? Heç kimlə. Amma 30 Hərdən ildə birdən unutmalısınız. ailə ilə danışıram. Bilirsiniz, bəlkə məndə Azərbaycan dili qalıb. Niyə? Çünki mən balaca olanda rus dilində ancaq məktəbə getdim. 6 yaşım var idi. Unutmamağınız, 30 ilə Mən unutmamağınız. öz dilimi necə unudum? Azərbaycanı görəndə istəyirəm bağrıma basım. 30 ildir qəribçilikdə yaşamaq biraz çətin olur, düz deyirsiniz. Zəhra Dadaşova mərakeşlilərin dəmir qaydalarını qızının toyunda daha çox hiss elədiyindən danışır. Böyük qızımın toyun orqanizasiya eləyəndə mən başa düşdüm ki, mənim üçün çox çətindir. Xeyir işi olanda onlarda çox protokol olur. Xüsus fəstə yaşayanlar, onların yaman protokolları çoxdur. Bunu belə qoy, bunu belə danış, bunu ilə belə elə, belə geyin. Çox protokollar var. Bizdə o qədər də protokol yoxdur. Əməl elədiniz hamısına? Mən elədim. Axırda da xoşuma da gəldi. Məsələn, mən tradisiyon, ənənəvi geyim aldım. Çox baha aldım, qəşəng. Ən qəşəng geyimi aldım ki, qızımın toyunda doğrudan Mərakeş paltarı geyimsə də. Ana belə geyinməlidir. Bəli. O da mənim xoşuma gəldi, doğru deyim sənə. Amma mənə elə gəlir ki, biraz bu rəsmiyyətlər biraz adamı boğur. Yorur. Azərbaycanda daha sərbəstdir. Bəs öz milli geyimimizi geyinmək istəsəniz necə münasibət olardı? Yaxşı olardı, amma məndə yox idi o milli geyim. Mərakeşdə milli geyimlər çox yüksək səviyyədədir, mən sizə deyim. Bunlarda hazırlanması, burada belə kult var. Milli geyimləri, kaftandılar, onların kaftaları çox məşhurdur. Uşaqlarınızın Azərbaycana marağı necədir? Onlar çox xoşlayırlar Azərbaycanı. Formula 1 gedirlər, getmək istəyirlər bu il. Sentyabrda yarışa. Bakını çox sevirlər. Gedib gəlirsiniz? Gedib gəlirik. Bakıda indi əvvəllər Avropaya çox gedirdik gəzməyə. İndi deyirəm, Bakı Madriddən, Parisdən, Praqadan heç fərqi yoxdur. Geri qalmır. Geri qalmır, xeyr. Bəlkə də biraz da qabağa da düşür. Bundan sonraki arzularınız nədir, planlarınız nədir? Azərbaycanda istəyirəm bir retrit keçirdim. Çünki Mərakeşlər Azərbaycanı görmək istəyirlər. Bir qrup var ki, deyirlər, Zəhra, eləyən kimi bizə zəng elə, gedirik səninlə. Vaxt var idi ki, bura gələndə mənə Xocalı tərəfindən bir 15 dənə kitab vermişdilər. Apartım, universitetə verdim, məktəbə verdim, çıxış elədim, danışdım. Yoldaşınız Azərbaycanın hansı yeməklərini sevir? Aş. Aş xoşlayır. Aşı həmişə bişirirəm. Həftədə bir dəfə aş bişirirəm. Vacibdir. Qızlarım da yarpaq dolmasını xoşlayırlar. Doğru deyim. Paxlava çox istəyirlər. Paxlava bişirir. Siz ərəblərin hansı yeməklərini sevirsiniz? Mən bistella xoşlayıram, pastiya. Kuskusu xoşlayıram. Hamısını özüm bişirirəm. Vətəndən uzaqlara səni qismət apardı. Doğma sahillerinden səni tale qopardı. Qara nöqtəm var idi ki, oğlum yoxdur bu ölkədə. Dedim ki, gedim bu Rabatda bir balaca ev alım özüm üçün. Abdurrahman da mənimlə girməsin
bu evə, təkcə mənim olsun. Meknəsdə də bir evi belə elədim. İndi kabinet eləmişəm, orada işləyirəm. Dedim ki, yenə o birisi qıza eləyim Rabatda. Abdurrahmana danışdım, dedim, bax, kredit götürəcəm. Bu evin yarısı pulu var, mən də maşını satmışam, verirəm. Amma o birisini kredit götürəcəm. Gəldi, dedi, bizə nə var Zəhra, sən heç kredit götürmə. O pul qalsın, yarısı qalsın, mən sənə verirəm, ikimizə yazaq, amma qızların adlarını yazaq o evi. Deməli, o yarı pulu verdi, mən yarı pulu verdim, amma evi qızların adına yazdırdıq. Bax, belə oldu. Yəqin ki, xanımlar sizə baxacaqlar və görəcəklər ki, ərəblərə güc gələn necə güclü Azərbaycan qadınları var. Var. Ağlı ilə, biliyi ilə. Səbirlə. Mən sizə deyim, mən çox səbir elədim. Yəni, açar səbirdir. Bəli. Mən çox səbir elədim, çünki mən hara qayıdım. Elə də anlar var idi bizim həyatımızda. Həyatdır da, hər şey ola bilər. Bəli, bəli. Mən başımı aparıb hara gedərdim? Qaynananın yanına, ağlayım onun yanında. Mümkün deyil. Deyəcək, oğlumdur. Oğlum həmişə o düzdür. Mən kimə gedərdim, hara gedərdim? Səbir elədim, dözdüm. Yoldaşım da yavaş-yavaş. Əksər həyatlar belədir. Əksər həyatlar belədir ki, səbr edirsən, dözürsən və yolunu cızırsan. Mən heç vaxt kişinin dalınca baxmırdım. Haçan gəldi, gəlmədi, evə gələcək də, eləmi? Bilirəm, mənim qızlar var, Mərakeş qadınları, təbibdilər, farmasevtlər, amma gecələr düşürlər kişilərin dalınca, hansı barda bu oturub. Mən heç vaxt onu eləmədim, heç başıma da gəlmədi. Kişidir də, gəlib, axırda evə çatıb gələcək, eləmi? Mənim öz marağım var idi, mən oxumaq istəyirdim, ikinci biznes açmaq istəyirdim. O Çin təbibəti öyrənmək, osteopatiya öyrənmək, mənim öz marağım var idi. Bunu neçə ilə eləyə bildiniz? Deməli, Şəxsi biznesi neçə ildən sonra aça bildiniz? Birinci biznesi 4 ildən sonra açdım. Niyə? Çünki mənə lazım idi, vərəqlərim yox idi, Mərakeş vətəndaşlığı yox idi. Mənə komissiyalar çox elədilər diplomu, əcnəbi diplom, əcnəbi idim. 4 ildən sonra mənə verdilər ruxsa, açdım, apteka açdım. Sonra kabineti 10 il, 15 il işlədim, öz pulumu yaxşı yığdım. Qərarı mən götürürdüm, Fransaya getmək, o da samalyot pulu var, otel pulu var, məktəbində pulu var. Onda hamısını öz pulumdan elədim. Deməli, 2015-də kabineti açdım, 10 ildir bəri açmışam. Deməli, cəmiyyət özü də həm də buradakı şərtlər, qaydalar da biznes qurmaq üçün rahatdır. Bəli. Qadın üçün biznes qurmaq üçün rahatdır. Diplom lazımdır. Bilirsiniz, Vasilə xanım, mən sizinlə danışıram. Elə bil ki, öz bədənindən çıxıram, baxıram, bu qadın nə danışır, bu kimdir? Doğrudan Zəhra, sən bunu eləmişsən. Bakıdan gəlib, hamısını bu ölkədə özün eləmişsən. İndi başa düşürəm onu. Əziz dostlar, Vətən Uzaqda deyil proqramı sizi Mərakeşdən salamladı. Biz Mərakeşə ilk dəfə səfər etmişdik və burada yaşayan azərbaycanlılarla sizi tanış edirdik. Dünya azərbaycanlılarını sizə tanıtmaqda davam edəcəyik. Bu Vətən Uzaqda deyil proqramı idi. Görüşənə qədər.